Hamıya salamlar. Bu videoda Udemy platformasında kursumu necə yerləşdirdiyim haqqında danışacağım. Videodakı məlumatlardan istifadə edərək sizlər də öz kursunuzu platformaya yerləşdirə bilərsiniz. Elə isə gəlin başlayaq. Udemy onlayn platformadır və burada müxtəlif sahələrə aid kurslar tapa bilərsiniz. Udemy-də bağçılıqdan tutmuş dizayna qədər fərqli sahələrə aid kurslar mövcuddur. Bu platformanın ən üstün cəhəti isə onlayn olaraq təhsili hamı üçün əlçatan etməsidir. Milyonlarla insan Udemy-də yeni biliklər qazanır, əldə etdikləri sertifikatları öz portfolyolarına əlavə edə bilirlər. Mən də bu il Udemy-yə kurs yerləşdirmək qərarına gəldim və kursumun adı Beynəlxalq və Müqayisəli Təhsilə girişdir. Bu kursu hazırlamaqda məqsədim beynəlxalq və müqayisəli təhsil haqqında həm ümumi məlumat vermək, həm də gələcəkdə bu sahəni seçmək istəyənlərə sahə haqqında ümumi fikir formalaşdırmaq idi. Kursu hazırlayanda istifadə etdiyim iki əsas sayt Canva və Milanote idi və siz hal-hazırda ekranda bu saytları görə bilərsiniz. Milanote-da kursum üçün ümumi qeydlərimi toplayırdım. Burada slaytlar üçün hazırladığım mətnləri, istifadə etdiyim resursları, həmçinin faydalı linkləri yerləşdirirdim. Canva-da isə slaydlarımı hazırlayırdım. Udemy-də kurs yerləşdirə bilmək üçün ilk öncə instruktor, yəni müəllim profili açmalısınız. Bura özünüz haqqında qısa məlumat, sosial media linklərinizi əlavə edə bilərsiniz. Müəllim profili açdıqdan sonra kurs hissəsinə daxil olaraq burada yeni kurs düyməsinə klik edirik. Və beləliklə kursumuzla bağlı bizə ilk suallar verilir. Məsələn, kursun adı, gəlin burada bir ad qeyd edək. Daha sonra kursumuzun kateqoriyası və sonda isə bu kursu hazırlamağa neçə saat sərf edə biləcəyimizi qeyd etməliyik. Və beləliklə biz ilk addımı tamamlamış oluruq. Udemy-də xoşuma gələn cəhətlərdən biri odur ki, kursu yerləşdirərkən sol tərəfdə addımlar ardıcıl şəkildə göstərilir və siz bunu rahatca izləyə bilirsiniz. Ekranda gördüyünüz kimi ilk öncə biz kursumuzun planını hazırlamalı, daha sonra kontentini qurmalı və sonda isə kursumuzu saytda yerləşdirməliyik. Mən istərdim ki, bu addımları öz kursum əsasında izah edim. Biz ilk öncə kursumuzun 4 məqsədini qeyd etməliyik. Yəni, bu kursu götürən insanlar burada nəyi öyrənəcəklər? Bunu qısaca olaraq qeyd etməliyik. Mən öz kursum üçün 4 punktu qeyd etmişəm. Və bundan sonra biz kursu götürənlər üçün hər hansısa bir tələb qoyuruqsa, onu ikinci olaraq qeyd etməliyik. Məsələn, mən qeyd etmişəm ki, bu kurs tamamilə yeni başlayanlar üçün nəzərdə tutulub. Ona görə də heç bir tələb qoymamışam və sonda isə biz yenidən kursun kimlər üçün nəzərdə tutulduğunu, məsələn, yuxarı səviyyə, aşağı səviyyə və orta səviyyə üçün nəzərdə tutulduğunu son punktda qeyd edə bilərik. Məsələn, gördüyünüz kimi mən bunu yenə də qeyd etmişəm ki, bu tam başlanğıc səviyyə üçün nəzərdə tutulub. İkinci hissə kurikulum hissəsidir və bu ən vacib hissələrdən biridir. Belə ki, biz burada kursun materiallarını yerləşdirməliyik. Bura həm slaytlar, videolar, eləcə də tapşırıqlar daxildir. Mən burada 7 hissə ayırmışam, yəni 7 hissədən ibarətdir kursum və bütün materialları bura yerləşdirmişəm. Məsələn, introduction, yəni giriş hissədə görə bilərsiniz ki, burada yalnız bir video yer alır. Daha sonra ikinci hissədə yenidən bir video var və üçüncü hissədə 2 video, eləcə də quiz əlavə eləmişəm. Yəni, sizlər də bu şəkildə videolarınızı, tapşırıqlarınızı hissələrə ayıraraq daha belə deyək, strukturlu şəkildə əlavə edə bilərsiniz. Növbəti hissədə isə biz kursumuzun adını, eləcə də onun qısa təsvirini verməliyik. Burada həmçinin kursun dili, səviyyəsi, onun hansı kateqoriyaya daxil olması da öz əksini tapmalıdır və kursun şəklini də biz bura yerləşdirməliyik. Bundan sonraki hissə captions, yəni altyazı hissəsində biz kursun altyazısını yerləşdirə bilərik. Qeyd edim ki, tələbə sayı 20-yə çatdıqda bu avtomatik olaraq yaranır.
Məsələn, mənim kursumda tələbələrin sayı 20-yə çatdığı üçün məndə avtomatik olaraq bu yaranmışdı. Və istəsəniz bunu siz özünüz də əvvəlcədən hazırlayıb yerləşdirə bilərsiniz. Sonda isə biz kursun qiymətini qeyd etməliyik. Promotion hissədə isə kursun linki yerləşir. Biz bu linki kopyalayaraq öz sosial media hesablarımızda paylaşa bilərik. Əgər kursunuz pulsuzdursa, bu zaman siz kupon əldə edə bilməyəcəksiniz. Qeyd edim ki, əgər bunu pullu qoysanız, yəni pullu bir kurs yerləşdirsəniz, o zaman buradakı kuponları kopyalayaraq öz tələbələrinizə göndərə bilərsiniz. Belə ki, bu kuponlar vasitəsilə onlar kursu daha aşağı qiymətə əldə edə biləcəklər. Və kursun mesajlar hissəsində isə kursu götürənlərə avtomatik olaraq bu mesajlar gedəcək. Məsələn, burada mənim qeyd etdiyim mesajları görə bilərsiniz. Və sonda siz kursunuzu təsdiq edə bilərsiniz. Və qeyd edim ki, kursu təsdiq etdikdən sonra sizə bir neçə gün ərzində Udemy tərəfindən mail gələcək. Əgər hər hansısa bir dəyişikliyə ehtiyac olacaqsa, o zaman o qeyd olunacaq və siz o dəyişikliyi etdikdən sonra kursunuz saytda yerləşəcək, yəni təsdiq olunacaq. Ümid edirəm ki, bu videoda faydalı məlumatlar əldə edə bildiniz. Mən öz kursumun linkini şərh bölməsində qeyd edəcəm. Əgər suallarınız yaranarsa, sizlər də şərh bölməsində əlavə edə bilərsiniz. Növbəti videoda görüşənədək.